Eyni müqavimətli rezistorlar şəkildəki kimi sabit gərginlik mənbəyinə birləşdirilmişdir. Müəyyən müddətdə R1-də Q qədər istilik miqdarı ayrılırsa, bu müddətdə R3 rezistorunda ayrılan istilik miqdarı nə qədər olar? Sabit gərginlik mənbəyinə birləşdirilib. Müqavimətlər eynidir. Ardıcıl birləşmədə cərəyan şiddətləri bərabər olur. Hər ikisinin müqaviməti eyni olduğundan, cərəyanlar da eyni olduğundan belə çıxır ki, bunların gərginliyi eynidir. Bu iki dənə rezistor bu rezistora paralel birləşib. Onda ikisinin gərginliklərinin cəmi bu rezistorun gərginliyinə bərabər olmalıdır. Yəni bunun gərginliyi olacaq 2U. İndi düsturu yaza bilərik. Q1 bərabərdir. U kvadratı bölünsün R vurulsun T. Buna Q deyiblər. Onda Q3 bərabərdir. 2U'nun kvadratı bölünsün R vurulsun T olacaq. Yəni 4U kvadratı böl R vur T. U kvadratı böl R vur T'yə Q deyiblərsə, Q3 4Q'ya bərabər olar.